Salam aleyküm uşaqlar. Bugün sizlərlə birlikdə Zatimer data probleminin önləmini alacağıq. Məsələn, Android deyirəm, data ayda erişim rədd edildi. Bu necə çözə bilərəm? Bu niyə belə olur? Abi, ayda bunda da gedib. Bu niyə belə olur? Mən bunu necə düzəldim? Şef ki, YouTube-dan araşdırdığımızda bu videoya bir dənə like çox görməyərək gələn səfər videolarda da şey edə bilərsiniz. Uşaqlar, bu Suzuki sözünə fikir verməyin. Bu şeydir. Buradan uşaqlar girirsiniz bura. Eşleştiriyor'a basırsınız. Geliştirici singlere basırsınız. Buradan uşaqlar bu kablo satarıqla məcrəsi eşleştirmə kodu deyəsiniz. Burada yuxarıda bu arada Murat. Yuxarı belə bir şey gələcək. Bu indi Suzuki yazılıb da məndə. Eşleştirmə kodu ilə eşləyə basarsınız. Bu kodu yuxarıda başada şu kodu. Bu yuxarıda gələcək. Bu Suzuki şeyini yazarsınız. Məndə indi videodayım deyə gəlmir. Yazdıqdan sonra eşleştirmə tamamlandı deyəcək. Bir gözləyin eləyim. Hər şey elədikdən sonra bura ekrana bu yox, bu kesinlikle ona basmayın. Bura şey gələcək. İşlətilməmiş uygulamalar ona basarsınız. İşlətilməmiş şeyləri basarsınız, orada Zatiferi etkinləşdirərsiniz. Etkinleştirdikten sonra Zatifer'e daxil olacaksınız. Buradan 3 noktaya basarsınız. Ayarlar. Buradan rota basarsınız. Bu gördüğünüz şeyi sizde sol olacak. Bu Suzuki'ye çevirirsiniz bunu. Çevirdikten sonra xeyirli olsun size Android data yani. Bu kadar asan tuşlar.